Assalamu aleykum. Müsəlman bacılarıma bir tövsiyədə bulunmaq istəyirəm. Çalışın ki, çoxlu sədəqə verəsiniz. Çalışın ki, Allah üçün əməllərinizi çoxaldasınız. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün sahabələri ilə oturur və buyurur ki, mənə cəhənnəm göstərildi. Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm. Nankör olduqlarına görə. Abdullah ibn Abbas radiyallahu anh buyurur ki, ya Rasulullah, kimə qarşı nankörlük edirdilər? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ərlərinə qarşı. Ərlərinə qarşı nankör olduqlarına görə. Deyir, ömrü boyu onlara yaxşılıq eləsən, ancaq bir dənə pislik eləsən, qayıdıb deyərlər ki, səndən heç vaxt yaxşılıq görmədim. Buna aid bir maraqlı bir hekayə oxudum, onu danışmaq istəyirəm. Harun-ur Rəşid xəlifə olduğu dövrdə onun şəriki ticarətdən qayıdır və 200 min dinarı Harun-ur Rəşidə verir. Yəni indiki puldan hardasa təxmini 60 milyon dollar eləyir. Və yoldaşı Zübeydə də bunun yanında olur. Buyurur ki, Harun-ur Rəşidə o pulu mənə verərsənmi? Hədiyyə olaraq. Harun-ur Rəşid deyir ki, götür, hamısını sənə hədiyyə olaraq verirəm. Və sabahsı gün aralarında mübahisə yaranır. Yoldaşı Zübeydə qayıdır deyir ki, mən səndən indiyənə qədər xeyir görməmişəm. Harun-ur Rəşidi gülmək tutur. Buyurur ki, yoldaşı, nəyə görə görürsən? Harun-ur Rəşid deyir ki, dünənlərim mən sənə 200 min dinar pul verdim. Və Peyğəmbər sallallahu aleyhi və sələmin hədisini xatırladım ki, Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, onlara ömrü boyu yaxşılıq eləsən, bir dənə pislik eləsən, deyəcəklər ki, səndən heç bir yaxşılıq görmədim. Və mən də sənə dünənlərim elə 200 min dinar pul vermişdim. Çalışın ki, yəni ümumiyyətlə, nankörlük sifətini özünüzdən uzaqlaşdırasınız. Allah Taala şükür edənləri sevir. Allah Subhanahu istəyirəm ki, kişili, qadınlı Allah Taala bizlərin hamımızı şükür edən qullarından eləsin. Və sallallahu əleyhi və Muhammed və alə alihi və səhbihi əcmaîn.